Dəyərli izləyicilərimiz, sizlər üçün elə bir evimizin təqdimatını edirəm ki, həm prospekt yola yaxındır, həm qiymət münasibdir, həm otaq sayısı kifayət qədər çoxdur. Bir sözlə, böyük ailələr üçün ideal bir variant. Həyətyan sayısı kifayət qədər genişdir. Paket kupçalı bir evdir. Bax, buradan, bu binalardan görərsiniz ki, prospekt yola nə qədər yaxın bir ərazidə yerləşir. Qapısına qədər asfalt küçədə. Evimiz yerləşir Masazır qəsəbəsində. Asfalt yolun tam kənarında göz klinikasına çox yaxın bir ərazi, prospektə yaxındır. Burada qaraj hissəsini görürsünüz. Rahatlıqla, yəni burada otaqlar bölgüsü edərək gələcəyə doğru belə deyim, yaşayış üstündə istifadə edə bilərsiniz. Beton ligerlərdən istifadə olunub və bundan da əlavə 1, 2, 3, 4 monolit beton var dəyərli izləyicilərimiz bu evimizdə. Yəni dam örtüyünün alt hissəsinə qədər hər biri monolit betondan ibarətdir. Və bundan da əlavə evin arxa hissəsinə keçmək üçün ev sahibi tərəfindən yer buraxılıb. Paket kupçalı bir evdir. İpotekaya tam olaraq yararlıdır. Dəyərli izləyicilərimiz, bugünkü gün bu ərazidə bu qiymətə ev tapmaq çox çətindir. 220 kvadratdadır, 2.2 sotda. Prospekt yola bir daha deyirəm, çox yaxın bir ərazidə yerləşir. Evimizin giriş dəhliz hissəsi, kafe gördüyünüz hissələrin hər biri isti döşəmədir. Sizlər üçün göstərəm evimizin qonaq otağının ki, kifayət qədər ölçüsü geniş. Qonaq otağımız tavanında spot led işıqlandırması və mətbəx hissəsini göstərirəm ki, sizlər üçün isti döşəmədir. Dəhlizdir, mətbəx hissəsidir, isti döşəmədir. Geniş mətbəxi, burada yataq otaqlarımızdan biri, birinci mərtəbəmizdə olan aksesuarları quraşdırılmış sanuzer hissəmiz, pilləkənin altında standart olaraq qardırobu və qalxaq evimizin ikinci mərtəbəsi ilə sizləri yaxından tanış edim. Dəyərli izləyicilərimiz, evimizin ikinci mərtəbəsində də ayrı-ayrılıqda 4 yataq otağı var. Buradan bana çıxmaq üçün də yeri. Eyni ilə ikinci mərtəbəmizin də sanuzerin aksesuarları tam olaraq quraşdırılıb, duş kabini öz qaydasında. Burada yataq otaqlarımızdan biri, bütün pəncərələrin qarşısı da bu evdə açıqdır. Burada ikinci yataq otağımız sanki bir qonaq otağı genişliyində. Burada üçüncü yataq otağımız və sonuncu, dördüncü yataq otağımız ki, buradan da eyvana keçid üçün yer. Qapısına qədər də asfalt küçədə yerləşir. Əlavə olaraq evlə bağlı kimin nəsə olsa, səhifəmdə olan əlaqə nömrəsi əlaqə saxlaya bilərsiniz. Bizi izlədiyiniz üçün çox sağ olun.